Qarabağda vəziyyət belədir. Qapıda 99 Mateusz Kochalskidir, 2 Mateus da Silva, 55 Bədavi Hüseynov, 18 Daniel Lima Castro, 35 Pedro Bicalho, 17 Camilo Duran, 11 Savo Zakaria və 8 Marko Yankovic və Montiel Jonathan da bugün əsas heyətdə, komandanın əsas heyətində oyuna başlayıb. Qurban Qurbanovdur komandanın baş məşqçisi. Getməyi planlaşdırmadığını bildirdi. Qarabağda qalmaq istədiyini bildirdi. Və hələ ki yeni mövsüm hazırlıqlarına da Qarabağda davam edir. 7-ci dəqiqə hazırlıq maçında Qarabağ cərimə zərbəsi yerinə yetirir və top qapıdan azca aralı meydandan çıxır. Montiel'in ötürməsindən sonra qapıya uzaq məsafədən zərbə, təhlükəli idi, toxunuş da var idi orada. Və son anda top rəqibə dəydi. Montiel'in zərbəsindən yaxşı dəqiq ötürmələr irəliyə bildi Qarabağ futbolçuları. İndi növbəti təhlükəli hücum ola bilər. Ötürmə pis alınmayıb və qayda pozulmayıb. Qaydan top. Top qapıdan aralı meydandan çıxır. Camilo Duran. Keita'nın adını çəkdi bir qədər əvvəl. Tanınmış futbolçu. Liverpoolda çıxış edib 2018-2023-cü illər ərzində və UEFA Çempionlar Liqasında qalibidir. Ən məşhur futbolçulardan məhz budur. Ötürmə qapı önünə və hesabı açdılar. Bax, bu təzyiq son dəqiqələrdə artmışdı. Bu təzyiqi rəqib get-gedə artırmışdı. Yusif Bamidele cinahdan ötürülən topa başla dəqiq toxundu və topu Qarabağın qapısından keçirə bildi. Ferencvaroş hesabda önə keçir. 1, Qarabağ 0. İşarə gəlir, ötürmə də verildi. Qapı önə, başla zərbə. Bədavinin başla zərbəsi. Dən sonra top qapının üstündən meydana çıxdı. Standart vəziyyətdən bax, bu cür yararlandılar Qarabağ oyuncuları. Yankovic. İndi sağdadılar. Qarabağ futbolçuları topla sağdan oynayırlar. Lima yaxşı keçmişdi burada rəqibini. Lima Castro və belə ilk hissə başa çatır. İlk hissədən sonra hazırlıq maçında Ferencvaroş Qarabağ üzərində 1-0 hesabı ilə qələbə qazanır. Yeni komanda yoldaşları ilə bərabər oyun başladı. Oyun başladı və hələ ki görünən budur ki, dəyişiklik yoxdur. Nə bu, nə də digər komandanın heyətində məncə başlayıb. Qurban Qurbanovun futbolçuları Budapeşt təmsilçisinin daha bir hücum cəhdi. Ferencvaroşun təhlükəli hücumu və Kochalski komandasını qoldan xilas edir. Hesablı qələbə qazanmışdı Qarabağ həmin maçda. İşarə verildi. Birbaşa qapıya zərbə. Varga yumruğu ilə topu uzaqlaşdırır. Montiel zərbə olacaqmı? Bədavi və toxunuş da var idi. Toxunuş da var idi. Bədavinin qüvvətli zərbəsindən sonra top qapıdan azca aralı meydandan çıxır. Uzun ötürmə. Uzun elə də uzun alınmadı. Qarabağ futbolçuları üçün əla alındı. Savonun zərbəsi top qapıdan aralı meydandan çıxdı. Ofsaytda yox idi. Sağ cinahdan qapı qarşısına. Toxunan olamadı burada. Topa çatan olmadı. Zubir də çatdırmadı özünü. Yaxşı saxladı topu özündə. Savo indi müaddiblə hücum davam edəcək. Zəkəriya Savo. Out. 90-cı dəqiqə. Gücdən zərbə yerinə yetirir. Rəqib komanda ötürmə qapı önünə. Uzaq güncə. Müaddib uzaqlaşdırdı. Hələ 3-cü dəqiqə də oynanılır. 93-cü dəqiqə də gedir. Neçə dəqiqə artırılıb, bunu deyə bilmərik.
Bu barədə heç bir məlumat göstərilmədi, elektron tablo da nümayiş olunmadı və adətən təbii ki, yoldaşlıq görüşlərində belə rəsmi prosedurlar olmur. Hakim özü indi əvəz etmələr onsuz da bəlli idi ki, çox olacaq. Bu məsələləri nəzərə alıb bir neçə dəqiqə oynamaq imkanı verir komandalara. Oynanılan artıq əlavə olma yox, 3-cü dəqiqədə bitdi. Demək olar və Qarabağın son hücumlarından biridir deyə bilərik. Sağ tərəfə ötürmə. Cali Muadib çatdıra bilmədi özünü. Və beləliklə qarşılaşma başa çatır. Ferencvaroş Qarabağ arasında keçirilən hazırlıq maçında Ferencvaroş 1-0 hesabı ilə Qarabağı məğlub eləyir.